Goranboyda ata və oğlu 46 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirib. Hadisə Goranboy şəhərinin Aşıq Hüseyin Cavan küçəsində, yəni hazırda mənim dayandığım bu ərazidə qeydə alınıb. Belə ki, əslən Kəlbəcər rayon sakini olan 1980-ci il təvəllüdlü Aynur Ələsov və onun oğlu 2005-ci il təvəllüdlü İbrahim Ələsov Goranboy rayonunun Qarasüleymanlı kənd sakini 1980-ci il təvəllüdlü Samir Aliyevə məxsus avtomobildə mübahisə ediblər. Mübahisə zamanı ata və oğlu 46 yaşlı Samir Aliyeva kəsici alətlə xəsarət yetiriblər. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə hər iki şəxs dülgər olub. Xəsarət alan Goranboy rayon Qarasüleymanlı kənd sakini 46 yaşlı Samir Aliyevin vəziyyəti ilə bağlı təbib məlumat yayıb. Xəstəyə sağ qulağın kəsilmiş yarası, sağ və sol biləyin kəsilmiş yarası diaqnozu qoyulubdur. Xəstəyə lazımi yardım göstərildikdən sonra ambulator şəraitdə müalicə almaq üçün evə yazılıb. Məlumata görə hər iki şəxs birlikdə işləyirmiş. Onların əvvəlcədən tanışlığı olub. Goranboy sakininə xəsarət yetirən ata-oğul saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Məlumatda qeyd olunur ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Samir Aliyevə kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıb. Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Goranboy.